Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Baxaq, yuxarıda nə var? Def operatoru ilə 2 parametri tələb edən bir f funksiyası yaradılıb. Aşağıda isə bir z dəyişəni təyin edilib və daha sonra z dəyişəni çapa verilib. Z dəyişənin qiymətinə baxaq. F bərabərdir, f funksiyası yaradıb, x dəyişəninin yerinə, yəni x parametrin yerinə 4-ü göndərib, y parametrin yerinə isə f funksiyasını göndərib bu formada. İndi əvvəlcə nə etməliyəm? Ümumiyyətlə z-i tapmaq üçün bu f funksiyasını tapmalıyam. Amma f funksiyasını tapmaq üçün də əvvəlcə bu f funksiyasını həll etməliyəm. Ona görə gəlirəm f 1, 3-ü tapmağa çalışıram. X-in yerində nə var? 1 var. Y-in yerində nə var? 3 var. Ona görə defi həll edərkən bu formada gedirəm. X-in yerinə 1 qoyuram. Y-in yerinə 3 qoyuram. İndi şərtdə yoxlayıram. X Y-dən böyük bərabərdirmi? Böyükdürmü x y-dən? Xeyr. Bərabərdirmi y-ə? Xeyr. Ona görə nə edirəm? Else operatoruna gedirəm və y-in qiymətini dəyişirəm. Y-in qiymətini deyirəm ki, sən 3 vur x, 3 vur x, yəni ki 1, üstə gəlsin 3-sən, yəni ki 6-sən. Formada tapıram. Daha sonra isə həmin o funksiyanın yerinə, yəni baxın bu f1 3-ün yerinə nə göndərirəm? Return'da yazılan ifadəni göndərirəm. Yəni ki ABS, yəni ki absolute modul deməkdir. 2 vur x, yəni ki 1, çıxılsın 6. Neçə edir bu? 2 çıx 6, 4. Amma modul daxilində deyə nə edir? Mənfi 4 olmur, sadəcə 4-ə bərabər olur. Və gəlib burada həmin funksiyanın yerinə nə yazıram? Sadəcə 1, 4 yazıram. Daha sonra z-in qiyməti tapmaq üçün f funksiyasını yenə işə salıram. Amma bu səfər x-in yerinə 1, y-in yerinə 3 yox, x-in yerinə 4, y-in yerinə 4 qoyuram. Və bu formada işlədirəm. Gəlirəm, şərti yoxlayıram. X y-dən böyük bərabərdirmi? Böyük deyil, amma nədir? Bərabərdir. Ona görə nə olur? If şərti ödənir və x-in qiyməti dəyişir. X-in qiyməti bərabər olur. X üstə gəlsin, yəni ki 4 üstə gəlsin, y vur 2, yəni ki 8. Edir 12. Yəni x-in yerində yazıram mən, 12 yazıram. Daha sonra return olaraq, yəni ki geri nəyi qaytarıram? Yenə modul daxilində 2 vur x, yəni ki 24, çıxılsın nə? 4, yəni ki 20-ni qaytarıram. Bu da modul daxilində yenə 20 edir və z-in yeni qiyməti nə olur? 20 olur. Və çapa da bizə B variantındakı 20 qiymətini verir.